Salam, hər vaxtınız xeyir olsun. Əziz və sevimli Elmir Əmlaç kanalının izləyiciləri, dəyərli müştərilərimiz. Sizləri salamlayıram Mərdəkan, Şüvalan, Buzovna şosesindən. Qəbələ Xanlar restoranın yanından. Sizlərə 6 sotun içərisində 5 otaqlı, tam əşyalı bir ev təqdim edəcəm. Evin qiyməti isə bugünkü gündə start olaraq 645 min manatdır. Həyət 6 sot, evin ümumi yaşayış sahəsi isə 220 kvadratdır. Torpağın da evində kupçası var, həyətin qazı, suyu, işığı, interneti, kamera xəttləri, hər bir şeyi hazırdır, mövcuddur, yeni sahibini gözləyir. Evdə yaşayış olmayıb, təptəzədir. Evin həyətində üstü bağlı, girişdə 2 maşınlıq qaraj. Gözəl, qəşəng bir küçəsi var. Həyətə neçə dənə maşinisini yerləşdirə bilərsən. O barədə heç bir narahatçılıq olmasın. Sol tərəf mətbəx otağıdır. Mətbəx otağının qarşısında gözəl bir verandası. Yelləncəyi, kreslosu, divanı, stolu qoyulub hazırdır. Bax, burada tam mərkəzdə palm ağacı öz sözünü deyir də. Düzdür mü Elvin? Bu həyətin gecə görüntüsü çox qəşəngdir, superdir. İşıqlandırması hamısı çəkilib necə lazımdır. Ev yerdən 3 daş hündürlüyündə inşa olunub. Çox gözəl, izolyasiyanan, monolit betonla, üstü də monolit betonla inşa olunub, keyfiyyətlidir. Əşyaları da evin içərisində olan təmirdə. Özünüz gözlərinizlə görəcəksiniz. Mən istəyərdim ki, siz buranı gəlib canlı olaraq mənimlə birlikdə gəzib baxasınız. Həyətdə 45 kvadratlıq yay-qış mətbəxi. Cam balkonla təchiz olunub. Həm həyətin ümumi giriş hissəsi, həm də hovuza, qonaq otağına baxan hissə. Mətbəx mebeli yığılıb aşağı hissədən burada manqal inşa olunub. Bura özü də mərmərdir. Su hövzəsi, qaz sobası qoyulub. Əgər sizə lazım olsa, yuxarıdan da mətbəx mebeli yığmaq olar. Hovuzumuz isti hovuzdur. Baş tərəfində şəlaləsi var. Hovuzun motorxanası və həyətin su ambarı burada. Ayağımızın altında söhbətgahda inşa olunub. İndi isə keçək evin ön hissəsinə və evin daxilinə. Mən özüm bilərəkdən bayaq Elvinlə içəri keçdik. O pərdələri özümüz çəkib qırağa yığmışıq ki, buradan qonaq otağı və qonaq otağından həyət necə görünürsə onu müştərilərimiz görsün. Pəncərələr hamısı HBŞV sistemi ilə təchiz olunub. Çox qəşəng, keyfiyyətli, ümumi giriş qapı da böyük və seyf qapıdır, dəmirdəndir. Buyur Elvin, gəl keçək evin daxilinə. Ay Elvin, haradasan? Yenə evin içərisində nəsə tapmışsan, oranı çəkirsən, mən yaddan çıxmışam. Evin ümumi giriş qapısı. Baxın, böyük, geniş, seyf qapıdır, qalın. Buranı indi baxdım, buranı belə ayaqqabı yığmaq üçündür, düzdür? Səliqəli ayaqqabı qoymaq üçün. Burada ayna var, bəzənmə aynası, çölə çıxıb girib keçəndə. Buradakı düz ora qədər, divarın içərisində dolabdır. Elmi bir dənə saxla zəhmət olmasa, mən ayaqlarıma baxıl geyinim, keçək evin içərisini tam olaraq təqdim edəyək. Getdik evin, başlayaq. Birinci qonaq otağını təqdim edəyək. Çünki mən həyətdə demişdim, pəncərələri çəkmişəm. Gəl bir dənə bunu da açaq, HBŞV sistemin göstərim. Ay, nə gözəldir. Hovuzun havası, həyətin havası evə çox qəşəng keçir, çox gözəldir. Biz hal-hazırda qonaq otağındayıq. Qonaq otağını sizlərə təqdim elədim. Pərdələri çəkim Elvin, yoxsa axırda çəkərik? Qoy qalsın, axırda çəkərik. TV stenddir, televizordur, divandır, kreslodur, stoldur, tablodur, yemək masasıdır. Burada gözəl bir elektrik kamenimiz var. Mətbəx otağının sonunda göstərəcəm Elvin. 5 otaq, 4 yataq otağı. 2 yataq otağının özünün sanitar qovşağı, qardiroblar, yataq dəstləri, hamısı yerli yerində də.
tam hazır vəziyyətdə olan bir evdir. İsti hovuzdur. Üzr istəyirəm, isti döşəmə ilə təmir olunub. Baxın, bu yataq otağının daxilinə keçən kimi qardırob, qardırobdan sonra isə burada sanitar qovşağı yerləşir. Bu birinci yataq otağı idi. İkinci yataq otağı, yataq dəsti, bəzənmə stolu və içəridə dolab. Şüşədəndir, qapılar açıldıqca içərisində işıqlandırması var, yanır. Özü də avtomatik sönür. Tam ümumi girişlə üzbəüz, tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Bütün xəttlər, su xəttləri hamısı divar içi çəkilib. Üçüncü yataq otağı. Rənglər hamısı bir-birini, başqa-başqa rənglərdir. Qəşəngdir, pərdələrdir, hamısı bir-birini bağlayır. Qəşəng görünür. Rəng seçilimləri yaxşı olur. Qiymət demişəm də, həyətdə dedim, bir daha söyləyirəm, 645 min start qiymətdir. Bu yataq otağı da özünün qardırob otağı ayrıca. Burada görürsünüz dolab yoxdur, çünki burada ayrıca qardırob otağı və sanitar qovşağı var. İndi isə sonda keçək mətbəx otağına. Mətbəx otağında sizlərə təqdim edeyim. Gəl edin. Hər bir evin bir minusu, hər bir evin bir hansısa müştərinin xoşuna gəlməyən bir şeyi ola bilər. Heç bir ev, heç bir şey hər bir insan üçün 5'də 5 ola bilməz. Amma Allaha şükür, burada nə çatışmır bu həyətdə, bu evdə? Masa var, yemək yemək üçün mətbəxdə, televizorun var, HBŞB sistemi qarşısında verandasıdır. Sonra soyuducudur. Baxaq, birbaşa mebelin içərisində yığılıb. Burada sobadır. Qab yuyan maşındır. Paltar yuyan maşındır. Su hövzəsidir, qaz sobasıdır. Bütün hər şey maşallah geniş, böyük bir mətbəx mebeli. Gözəl, mətbəxin özünün bir dənə də gördüyümüz kimi qəşəng bir işıqlandırması var. Gəl belə eləyək. Bir dənə bax, bunu söndürəcəm. Bax bunları. Gör nə qəşəng görünür Elvin. Bu işıqları söndürürsən, tək bu işıqdan istifadə eləmək üçün burada gözəl bir görüntü verir. Əziz izləyicilərimiz, sizlərlə burada mətbəxdə sağollaşıram. Sizlərlə inşallah bu həyətdə və yaxud da ofisimizdə görüşmək ümidi ilə bugün sizdən ayrılıram. Sabah inşallah 21:00-da yenidən görüşəcəyik. Sağ salamat, xeyirli günlər.